Ucarda vətəndaşa məşğulluq mərkəzindən verilən inək öldü. Ucar rayonu Alpaot kənd sakini İsmail Hüseynov 2023-cü ildə məşğulluq idarəsinə müraciət edib. Müraciət əsasında ötən ilin dekabr ayının 29-da ona 3 baş iri buynuzlu heyvan təhvil verilib. Lakin heyvanlar təsərrüfata gətirildikdən sonra onların səhhətində ciddi problemlər olduğu məlum olub. Ötən gün axşam saatlarında heyvanlardan biri tələf olub. Digər 2 baş heyvanın isə vəziyyətinin ağır olduğu bildirilir. Şikayətçi İsmail Hüseynovun sözlərinə görə təqdim olunan heyvanlar xəstə olub və onlara əvvəlcədən lazımi baytarlıq nəzarəti və müalicəsi aparılmayıb. O iddia edir ki, heyvanlar güya karantin müddətində saxlanılıb və sağlam vəziyyətdə verilib. Lakin faktiki vəziyyət bunun əksini göstərir. Hazırda tələf olan heyvandan və digər heyvanlardan analizlər götürülüb. Nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir. Hazırda İsmail Hüseynov məsələ ilə bağlı aidiyyatı qurumlardan ona sağlam, saxlanılması mümkün olan heyvanlar verilməsini istəyir. Şikayətimiz maldarlıqla qədərdir. Məşğulluqda 2023-də maldarlığa yazılmışıq. 2025-in dekabrın 29-da mal verilibdi bizə. 29-da getdik, malları götürdük. Gələn gündən mallar pis gündədir, yemirlər, xəstədirlər. Məşğulluğa da müraciət edir. Yenə sağ olsun həkimlərimizin sahəsində bir gündə 3 dəfə gəlirlərdi. Burada həkimlərimiz 3 dəfə gəlib müalicə sistemindən belə qoşulurlardı. Onun sayəsində ikisini saxlayır. Hələ onların da qalmağı məlum deyil, qalar qalmaz. Mallar fakt xəstədir. Bizim də istəyimiz odur ki, dövlətdən bizə də bir yaxşı mallar versinlər. Normal mal versin, bir də saxlayaq, artıraq, yaşamaq üçün də bu. Neçə heyvan verilib? 3 dənə heyvan verilib. Bəli, damazlıq üçün 3 heyvan verilib. Biri axşam 16:00-da öldü da, 16-da. Əvvəl gələnlər necə idi vəziyyət? Əvvəl gələnlər bundan da pis idilər ləpələ. Bir balaca indi həkimlər sahəsində bir bazı görsən ki, bir rəngi açılır, nəsə alandan biri dalanır, heç biri yenə gelir. Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən televiziyamıza bildirildi ki, İsmail Hüseynovun müraciəti araşdırılıb və vətəndaş Mərkəzi Aran Regional Məşğulluq Filialının Ucar rayon xidməti şöbəsinə heyvanların xəstəliyi və ya tələf olması ilə bağlı hər hansı sənəd təqdim etməyib. Özünü məşğulluq proqramı üzrə vətəndaşlara təhvil olunan heyvanlarda bir ay ərzində hansısa tələf olma halı baş verərsə, vətəndaşlar səbəblərə dair baytar aktı və tələf olmuş heyvanların 1K nömrələri görünməklə fotolarını regional məşğulluq filiallarına və ya müvafiq rayon və ya şəhər üzrə xidmət şöbəsinə təqdim etməlidir. Bu sənədlər təqdim edildikdən sonra tələf olmuş heyvanların əvəzlənməsi məsələsi araşdırılır və müvafiq qərar verilir. Qeyd edək ki, hazırda aidiyyatı qurumlar tərəfindən tələf olmuş heyvanlardan nümunələr götürülüb və heyvanın hansı xəstəlikdən ölməsi barədə sahibkara məlumat veriləcək. Aqil Əsədov, Ucar.